Salam, hər vaxtınız xeyir əziz xanımlar. Yeni gündə, yeni vlogda xoş gördüm hər birinizi. Günlərdən bugün may ayının 11-idir, bazar günüdür. İlk videomu, vloguma belə kargo açılımı ilə başlamaq istədim. Çox kiçik bir kargom gəlib, 4-5 məhsuldan ibarət. Və günün vloguna başlamaq istirdim, yəni çəkilişinə başlamaq istirdim. Elə kargom gəldi səhər dedim elə ilk olaraq bundan başlayayım çəkilişə. Belə çox kiçik idi, ona görə uzun olmadığına görə dedim başlığını elə bu kargo açılımından başlayayım və sonra günün vlogunu davam edərəm. Belə bir kiçik radio sifariş etmişdim. Yoldaşım üçün, yəni iş otağında qoyub qulaq asmaq üçün. Bilirsiniz, məndə var belə bir şey. Amma o radio deyil də, yəni MP3 playerdir. Flash kartı qoyub qulaq asmaq üçündür. Amma yoldaşım üçün belə radiosunu aldım ki, radiosunu ən çox xoşlayır o qulaq asmağa və əlavə olaraq flash kart da taxıb qulaq asmaq olur və necə bluetoothla da, yəni telefonu yönəldib elə də qulaq asmaq olur. Həm batareyka ilə işləyir, həm də ki şnurla da işləyir və hələ yəni yoxlamam, bilmirəm. Yoldaşımdan da soruşmadım. Deyəsən elə USB yığır, şnura taxmadan, yəni zərətkanı yığır, elə də işləyir. Həm batareyka, həm zərətka ilə. Bir sözlə belə öncə batareykaya taxdım ki, sizə göstərmək üçün necə işlədiyini siz də görəsiniz. Qiyməti baxaydı, amma mən biraz endirimlə aldım bunu. Münasib qiymətə aldım. Yoldaşım istəmişdi, ona görə də onun üçün sifariş etdim. Mesajımız dinleyici deyildi ki, ben burada 2 yaş protez satıram. Bizə dedi ki, bəs qiymət mən dediyim avtomobil ağ rəngdə, amma qarantisiyə gələr 28.000 manata. Qariyədə neçə günə gəlir? 3 aya gəlir. Çindən nə qədər? Və apardım yoldaşıma verdim, çox bəyəndi, çox xoşuna gəldi. Mənim də çox xoşuma gəldi. Belə qədimi radiolara oxşamalı, yəni vidi çox xoşuma gəldi əsasda. Və belə digər kargo məhsul isə belə Fuad üçün özü bunu sifariş edib, yəni bəyənib, atmışdı səbətə. Mən də onu elə sifariş etdim. Neçə vaxt deyir ki, mənim əlcəyim harda qaldı? Spider əlcəyim. Belə burada da göstərirəm. Hər birinin məhsul nömrəsini qoyacağam. Kim istəsə girib həmən məhsulların kodunu axtarış yerdə yazıb TM-da tapa bilər. Belə burada da qoyuram şəklini, yəni videosunu ki, baxasınız necə bir şeydir. Çox belə əyləncəli, maraqlı bir oyuncaqdır. Fuad elə videosuna baxıb çox bəyənmişdi. İndi inşallah ki, növbəti bir dəfə gələndə verəcəm. Yəqin ki, çox sevinər. Belə arada alıram, nəsə onu da sevindirirəm. Özü Temuya girir telefonumda, nəysə atır səbətə, deyir, nənə bunu mənə alarsan. Yəni öz seçimidir. Belə daha növbəti məhsul da, yəni iki kargo idi, bir gündə gəlmişdi. Və belə bu da ikinci kargomdur. Tək nəfəri pastel dəstə almışdım, yəni yataq dəstə almışdım. 2 balış yüzü, bir prostindir. Prostinin də rezinlidir. Bu əsas da böyük oğlumun yatağı üçün almışam. Çox belə necə deyim, kötür yatır böyük oğlum. Yatanda prostin bütün qırışır da döşəyin üstündə. Ona görə belə rezinini aldım ki, tərpənməsin. Ümumiyyətcə çalışacağam ona bütün prostinlərini, rezinini alım bundan sonra. Və belə bunu görmüşsünüz, keçən vlogda da almışdım. Kitayların brend demişdim geçen vlogda da. Həm ucuz, həm brend malları olur. Bu brend mallarından olan corab dəstidir. Çox keyfiyyətlidir və belə 7 ədəddir. Hər gün birini giyinmək üçündür. Hətta həftənin günləri yazılıb hər birinin üstündə və 7 ayrı rəngdədir. Dediyim kimi çox keyfiyyətlidir. Məhsul nömrəsi də burada qoyacağım.
Bəlkə də deyərsiniz ki, nə çox çorab alırsan, amma nə qədər alsam da bir o qədər pay verirəm. Ona görə də hər dəfə tez-tez sifariş edirəm çorab. Belə qızlar, növbəti məhsul isə belə özümə yüngül, yenə də parçadan gündəlik geyməyə ayaqqabı sifariş etdim. Çox rahatdır, çox qəşəng, yəni ayaqda ayaqqabı olduğu heç hiss olunmur. Mən xoşlayıram belə rahat ayaqqabıları. Əsas da fikir vermişsə belə altı düz rahat ayaqqabı, parça ayaqqabıları daha çox alıram. Təbii ki, yay sezonuna görə. Belə məhsullarımız, kargolarımız bundan ibarət idi. Və daha sonra keçdim digər işlərimi, yəni ev işlərimi görməyə və çörək almışdı yoldaşım. Onu yerləşdirirdim yerinə və gördüm çörək qabında qalan çörək artıq boyatlaşıb. Çox bərk idi. Dedim elə onu suxari edim. Yəni kifləməmişdi. Sadəcə olaraq boyatlamışdı. Dedim elə suxari edim ki, belə hərdən belə boyatlamış çörəkləri belə doğrayıb suxari edirəm, yığıram. Bu düyü qabları var. Onun içinə sup falan bişirəndə supun içinə töküb yeyirik də. Çox yaxşı olur, dadlı olur supda da. Həm də ki, yəni suxari tozum var idi düzü, üyütmədim bu dəfə. Yəni suxari tozum qutardıqca bundan götürüb tökürəm blenderin içinə, üyüdüb, yəni toz halına gətirirəm. Yəni suxari tozum da əski olmur evdən. Belə. Demək olar ki, bir bütöv boyatlanmış çörək idi. Onu doğradım hər hamısını. 2 hissəyə böldüm. Yəni bir hissəsini artıq qoymuşam qazın üstündə qurumağa. O quruduqdan sonra bunu da qurutdum və soyduqdan sonra yığdım qablara, saxlama qablarına. Və daha sonra belə yoldaşım həyətdə iş görürdü. Demişəm sizə, həyətdə biraz təmir işləri var idi. Təmir işləri gedir. Dedim biraz da çəkiliş edim, nə işlər getdiyini göstərdim sizə. Bilirsiniz, mən yeni mətbəx olandan sonra yeni mebel aldığımıza görə köhnə mebellərim qalmışdı. Onun bir hissəsini yoldaşım öz otağında quraşdırdı və ora öz instrumentlər, alətləri, iş gördüyü alətləri yığıb və belə hansı ki orada qaz peçi, moyka olan hissəsi qalmışdı. Onu da dedim mənim üçün burada həyətdə bir küncdə düzəltginən ki, bəzən qaynatma, qızartma işləri çıxıb həyətdə edim də. İstəyirdim ki, həyətdə də bir qaz peçim olsun və belə ümumiyyətcə belə yayda balon, banka bağlayanda da həyətdə iş görməyə yaxşıdır. Çoxdan istəyirdim. Və belə balaca bir hissəsini dedim burada küncdən mənə düzəltsin və mətbəxdən də çıxan kafellər çıxardanda salamat çıxmışdı. Heç biri yəni qırılmadan, sınmadan çıxartmışdıq və onları da divardan vurdu yoldaşım mənim üçün. Burada da göstərirəm artıq bir hissəsini qurutmuşam və digər hissəsini də qoymuşam üstünə ki qurusun və daha sonra da başladım yeməyimi hazırlamağa. Bu günə də yeməyimizdə kələm dolmasıdır, amma toyuqdan etdim. Çox dadlı olur qızlar. Bu
toyuq dolması, bilmirəm aranızda toyuq dolması hazırlayan varmı, yoxmu? Rəylərdə yazın zəhmət olmasa. Yəni hazırlayan yoxdursa mütləq hazırlasın, çox dadlı olur. Farşına yəni göyərti falan qatmadım bu dəfə. Adi toyuq farşıdır, soğandır. Biraz quyruq qatmışdım və biraz da kök qatmışam və düyü əlavə etmişəm. Belə qızlar, biraz da yağ əlavə etdim. Duz istiyorsa gök təbii olaraq və belə pükürüb yığıram. Belə qızlar, bayaqki söhbətimin davamını edim sizi. Demək qızlar, o həyətdəki mənə dedim belə bir hissə düzəltsin, qaz olsun da, orada qaz çək. Yoldaşıma xahiş etdim ki, qaz çəksin mənim üçün. Yəni evdə qızartma işləridir, qaynatma işləridir, hamısını çıxım həyətdə edim də. Və sağ olsun o da mənim üçün düzəltdi bir yer. Daha doğrusu başlayıb artıq düzəltməyə. Və mətbəxdən çıxan kafirlər heç biri sınmamışdı. Və onu da həmən oradan arasına vurdu kafiri. Və orada balaca yer olduğuna görə ancaq qaz peçinin hissəsini yerləşdirdi orada. Yəni qazı qoyduq və qırağında biraz belə yer qaldı da, dəzgah qaldı. Moyka hissəsini qoymadıq. Niyə görə ki, çünki orada gördüsə tülpan rakvina var əl yumaq üçün. Ona görə də onu sökmək istəmədik. Dedik elə o qalsın. Onsuz da mənə həyətdə qab falan yumağa elə də ehtiyac yoxdur. Əsas mənim üçün qaz olsun, onu da yəni sağ olsun yoldaşım orada mənim üçün hazırladı elə bir yer. İndi sonda görəcəksiniz. Yəni sonda görəcəksiniz deyəndə, yəni hələ tam hazır deyil, amma inşallah tam hazır olanda çəkəcəm sizin üçün. Çox rahat bir yer hazırladı mənim üçün. Həm də dedim şkafların gözündən də istifadə edə bilim ki, hansı ki içəridə böyük qazanlardır, ləyənlərdir, mürəbbə bişirdiyim ləyən falan. Padval balaca olduğuna görə girib çıxa bilmirəm. İstəyirəm ki, əlimin altında olsun. Həmən o bütün qabları da yığacam həmən o şkafların içinə, əlimin altında rahatlıqla istifadə edə bilim. Bir sözlə çox artıq etmişik, təbii ki, montaj edəndə artıq hazırdır o hissəsini. O da yəqin ki, başqa bir vloqlarda göstərəcəm necə alındığını. Və üstünün dəzgahını dəyişdik bir dənə. Onu da yoldaşım getdi, təzəsini aldı. O ora yetəcək ölçüdə. Dedim təzəsi olsun, çünki digəri artıq köhnəlmişdi. Həm də dediyim kimi orada qaz peçi ilə moykanın yeri açılmışdı deyə. Kəsəndən sonra yan-yanaydı da, köhnə mətbəxdə yadınızdadırsa məndə moyka ilə qaz yan-yana olduğuna görə qaz hissəsi bizə lazım idi. Onu da kəsib çıxardanda qıraqda belə ölçü uyğun gəlmədi bir sözlə. Məcbur olduq təzə dəzgah alaq və artıq hazır olub. Və oranı hazırladıqdan sonra digər növbəti iş həyətin keçən vlogda fikir vermişdinizsə, boz rəngdə rəngləmişdik, amma həyəti tam tamamlamamışdıq da. Digər həyətin rənglənmədiyi hissələrdə rəngləyəcək inşallah. Yəni çox az iş qalıb belə həyətdə. Onları da bitirsək biraz rahatlaşarıq. Düzdür, hələ biraz işlər var. Yoldaşımın iki otaqda orada görmüsünüz. Onların üstünü şifir paket bağlanmalıdır. Yəni müəyyən işlər qalıb, o da amma yəni zamanla da yavaş-yavaş edəcəyik. Belə qızlar, yəni açıqlama gətirmək istədim ki, həyətdə nə iş gedir, onu deyirdim sizə. Aradan əllə olub yaşamaq necə xoşluğuyla mənim bir dənəm öpsə küləklər yanağımdan. Və belə qızlar, musiqiyə qulaq asasa, musiqi qoşmuşam orada, yüksək enerji ilə, pozitiv enerji ilə. Dolmamı da pükdüm, işlərimi də gördüm. Gördüm deyəndə işlərimi görürəm. Və burada baxdım ki, tomatım azdır. Tomat adətən bu toyuq dolmasına tomatla eləyirəm, çox dadlı olur. Baxdım ki, tomatım az qalıb, yarım qaşıq qədər qalıb. Ona görə dedim əlavə olaraq pomidor da doğrayım, qoyum üstünə.
həm dadlı olsun, həm də rəngi gözəl olsun. Belə daha sonra qızlar nə iş gördüm? Toyuq filesini çıxartmışdım. Ondan yarısını belə dolma bükdüm. Çox az bükdüm çünki balaca bir kələm var idi. Baxdım ki, artıq xarab olmaq istəyir. Ona görə də o kələmə yetdik dedim dolma edim. Və qalan fileni də dedim elə buzu açılmışkən onu da çəkim, yarım fabrikat kotletlər hazırlayım, qoyum buzluğa. Bilirsiniz, mən xoşlayıram ki, yarım fabrikat yeməklər olsun buzluqda. Nəsə tələsəndə, harasa gedəndə tez bazar çıxardıb, bişirib qoyub gedirəm və yaxud hardansa gələndə bilirəm ki, hazır buzluqda yemək var. Çıxardıb tez hazırlayıb, yəni tez əmələ gəlir də bişirilməyi. Və yer gəlmişkən qızlar, bundan sonraki vloq elə ət məhsullarından buzluq üçün nələr hazırlayıb qoyuram, yarım fabrikat nə yeməklər hazırlayıb qoyuram, onu çəkmişəm. Çox maraqlı vloq alınıb. İzləmədə qalın. Yəni abunə deyilsinizsə, abunə olun ki, videonu qaçırmayasınız, bildirişi gəlsin sizə. Və buzluğa nələr qoyuram, necə hazırlayıram, hər birini çəkmişəm. Belə qızlar, burada da yeməyimi qoydum artıq pişməyə. Daha sonra keçdim digər işimə. Dediyim kimi kotlet hazırlayacaqdım. Toyuq üçün elə bunda çəkmişdim deyə yumadım ki, qabını. Elə bunda çəkərəm və belə toyuğun farşından, yəni dolmalıq olan qarışımdan biraz qalmışdı. Onu da qoydum ki, ayrı qaba, balaca qaba ki, qoyum buzluğa. Və nələr qatıram kotletə, burada onu göstərirəm. Bir ədəd kiçik boy kökdür, bir ədəd soğan, 1-2 ədəd soğandır və bir ədəd də kartof vururam yumşaq olması üçün. Ümumiyyətlə bu toyuq kotletinə nə qatsaz çox dadlı alınır. İçinə hər nə istəsəz tərəvəz falan qatın, çox ləzzətli olacaq. Belə hamısını bir yerə doğrayıb duzunu, istiotunu qatıram və yəni farş edib kotletlər hazırlayıram. Bu arada qızlar, bu blenderımı da o qədər gözəl çıxdı ki, o qədər ürəyimə yatır ki, dediyim kimi bundan öncə aldığım blenderlar hamısı zay çıxdı. Yəni zay necə çıxdı? Biri şüşəli qazanı şüşədən idi, digəri plasmasdan idi. Başlıqları salamat qalıb işləyir, amma şüşələri sınmışdı. Ona görə də bu dəfə dəmirdən almışam. Hətta görürsünüz necə gözəl doğrayır. Yəni doğramasıdır, işləməyi də tam razıyam bir sözlə. Məhsul nömrəsini də qoyacağam. Kimsə sifariş etmək istəsə həmən koddan istifadə edər. Koparsalar yine de vazgeçmem ben senden. Düşün aslanım elimden olsalar yine de vazgeçmem. Sen sormayayım, sensiz çalmaz bu melodi. Sen sorunca can olayım, bozuldu kalbim ki. Sen sorunca can olayım, sensiz çalmaz bu melodi. Və bir şey də qeyd etmək istəyirəm qızlar. Ümumiyyətcə fikir vermişsə, yəni ən çox bəyəndiyim bir şeyi çox tərifləyirəm. Onu qeyd etmək istəyirəm ki, qızlar, bunun bir xüsusiyyəti daha çox xoşuma gəldi. Məsələn, naqruskaya düşərsə əgər, avtomatik olaraq özü sönür, dayanır, yəni işləmir və biraz soyuduqdan sonra təkrar qoşursan, baxırsan ki, yenə də işləyir. Və bu blenderin xanımlar əlavə olaraq bir çırpıcısı da var. Onu da hansısa bir vlogda göstərəcəm sizə. Qazan yekə olduğuna görə tutumu böyükdür də görürsünüz. 5 litr tutumu var bu arada. Tutumu böyük olduğuna görə bir növ elə mikser rolunda oynayır. Həmən o çırpıcı, plastikdən olan çırpıcını bunun içinə taxıb, içində biskvit falan da hazırlamaq olar. Yəni
keks falan hazırlayanda, blinçik xəmiri hazırlayanda, yəni bu rahatlıqla bu qabdan da istifadə etmək mümkündür. Bir sözlə çox rahatdır, çox rahat bir məişət əşyasıdır. Çox bəyənirəm. Bunu dəfələrcə demişəm, yəni təkrarçılıq kimi olmasın. Ümumiyyətcə bu temunu tanıyanlar çox rahatçılıq, yəni evdə necə deyim, səliqə-səhman yaranıb, çox rahatçılıq yaranıb evdə. Hər bir şeyi, yəni istədiyim bir şeyi tapa bilirəm artıq. Yəni münasib qiymətə hər bir şeyi alıram oradan və mənə əvvəllər ala bilmədiyim hər bir şeyi artıq əldə etmişəm Temu sayəsində. Hətta bu görürsüz, burada suxari tozunu yerləşdirmişəm. Həmən bu saxlama qabını da oradan almışam, onu da endirimlə. Qiymətlər dəqiq yadımda deyil, amma hər birini çox münasib qiymətə almışam. Ümumiyyətcə belə elektrik əşyaları, aldığım elektrik əşyaların hər birindən çox razıyam. Həddindən artıq çox şey almışam oradan, bilirsiniz, ütüdür. Sonra kiçik blenderdir, USB ilə işləyən blenderdir, böyük blenderdir. Sonra əl blenderidir, bu mərci spoon üçün əzməyə o blenderdən almışam. Vakuum aparatıdır. Daha sonra nə almışam oradan qızlar, unutmuşam artıq. Axır 11 cürəbəcür fenlər almışam. Elektrik əşyaları ümumiyyətcə hər biri yəni uğurlu çıxıb, yəni keyfiyyətli olub. Bir tək sonuncu dəfə alıb, bilmirəm o vlogu izləmisiniz ya yox. Tosoran almışdım, əl tosoranı. O biraz bırak çıxdı. Ondakı, nə bilim, qaytara bilmədim, qaldı. Belə qızlar, kotletlərimi də hazır elədim. Qoyuram buzluğa donmağa və bu qabı da sorsanız, bu xaladilnikin özünün üstündə idi. Yəni alarkən biz elə bu üstündə var idi. Sırf belə şeyləri dondurmaq üçündür. Tam ölçüsündədir, qoyuram elə, yığıram, nə yarım fabrikatları olan hazırladığım şeyləri donur, daha sonra çıxardıb yığıram paketlərə. Öncə belə dondurub, daha sonra yığıram paketlərə. Belə bu işimi də gördüm artıq. Yeməyim də burada özü üçün pişir. Daha sonra indi də gedim qabları yumağa. Və ondan öncə isə gedək görək yoldaşım nə iş görüb, onu göstərim sizə. Belə görürsünüz qızlar, artıq qafil də vurulub. Şkafın alt hissəsi qoyulub. İndi həmən o dəzgahın üstündən qaz peçi üçün yer açmalıdır. Yəni kəsib çıxartmalıdır o hissəsini ki, qaz peçini ora yerləşdirsin və kənarda da görürsünüz, qaz da çəkib artıq orada. Belə qızlar, hələ ki davam edir. Son nəticəni göstərəcəm sizə. Və belə gəldim, keçdim içəri, qablarımı da yudum, sizsiz, amma çəkmədim. Və mətbəxlə hələ ki işim bitdi. Daha sonra biraz da pilisosladım, amma onu çəkmədim sizə. Və yemək də ona kimi bişdi artıq. Yoldaşımı da çağırdım ki, gəlsin yemək yesin. İstəmədi. Biraz səhər yeməyini gec yemişdi. Ona görə də istəmədi. Amma mən səhər yeməyi yemədiyim üçün ac idim. Dedim, özüm tək oturdum, yedim. Və biraz üstündən keçəndən sonra, 1-2 saat keçdikdən sonra yoldaşım da gəldi, oturdu, yeməyini yedi. Belə hər yer tərtəmiz etmişəm. Hələ ki işim yoxdur mətbəxlə.
Və belə qızlar, yaxından da göstərirəm yeməyimin görünüşünü. Dadı möhtəşəmdir, söz yox. Yenə dediyim kimi bişirin, siz də bişirin. Mənə çox sağ ol deyəcəksiniz. Çox həm dadı gözəldir, həm görünüşü də gözəl olur. Bu arada göz haqqınızı da halal edin. Və belə özümə çox az çəkdim. Yedim, doydum. Şükürlər olsun yetirən, doyduran Rəbbimə. Və burada içini də göstərirəm necə görsənir. İçinə biraz quyruq vurduğuma görə belə bərk görsənməyinə baxmayın. Əslində yumşaqdır, çox dadlıdır. Və quyruq qatdığıma görə çox dadlı alınmışdı. Və çoxdan da vloqlarımda yemək resepti paylaşmırdım. İstədim bu dəfəki vloqumda yemək videosu da, yəni yemək resepti də olsun. Və belə qızlar, əslində vloqum bura qədər idi. Yəni günün vloqunu bura qədər çəkmişdim. Amma elə yəni bundan sonra dayandırmışdım da burada hələ ki gün ortadır. Axşama kimi video çəkmədim. Dedim bəs edir çəkdiklərim. Amma axşamüstü qonşularımız çaya dəvət etmişdi. Onlara getdik. Və biraz da orada çəkiliş etdim. Videonun yəni ardında yəni qonşularımız da olacaq. Yəni ora gedəcəyik. Və getdik onlara, çox gözəl qarşıladılar, çox sağ olsunlar, həmişəki kimi gözəl çay süfrəsi açdılar, oturduq, çayımızı içdik, dedik, güldük, danışdıq, çox maraqlı bir gün keçdi, gün sonluğu oldu və qayıtdıq evə. Və qızlar, mən burada şərhimi sonlandırıram, siz izləməyə davam edin, İnşallah növbəti vloqda görüşərik, ona qədər özünüzə yaxşı baxın və dəstək olmağı da unutmayın. Ama rəhmətli nənəmin o kilosu dolmaq üçün yığırdım Allah üçün pamuk. Allah. Hə. Potpis nədir? Ne? Podpis imza. Potpis, imza. Nalog nədir bəs nalog? Vergi. Kimi salabilir onu? Rus dili dərs. Arada yazır ki şeydir. Bu el hökuməti 225 manat nalog verir. Zaten belə arada bir sözü qoşur. Komsomol nədir bəs? Komsomol. Elə komsomoldur. Yox, elə komsomoldur. Prosta o vaxtı Nə işə baxır yəni? məktəbli olub da. Məktəblilərin ən yuxarı sinifləri komsomol. Komsomol da hökumətin ən inandırıcı, ən fəal insanlar olub komsomol. Özün fəda verib də hökumət üçün. Komsomollar olardı. Şeyde bakmadı. Şunlara olsa bilərdi. Bak, o zaman Dəqiq yetki olsun. oluşlarında bunlarımızı kontrol Duram olurdu. dəqiq olsun. Daha izah edirəm də uşaqlar. Mesela bizim o tarafı çözüle bakmamıştı. Baksaydı mesela yetki oluşlarının sırasında 7 tane kapsam oldular. Değerler bölüşme bak. Bir ev olmayıp. Vətən uğrunda özlərini 7'si de öldürecekti. fəda ediblər də. Ki vətən insanları yaxşı. Çəkirsən ha? Sözünü söyleydi. Parayla daha çok Ay, oldu. neçə qızsan ha? Parayla verişti. Veriş. Gör indi sən nə qədər səhv çıxardan olacaq. Gör, düz deyirsən. Bravo. Başqa? Taçka da ha? Hədə daşıyan daşqa deyirlər də. Oturub sallaxanada ət daşqasının başında dururdu. Taçalka. Parayla böyle okul taşı var. Bizimki də yox yəni. Şey ya bu. Şimdi bu. Ay fidan, sincap. Sincap belka. Qapqabın içində qapı konfetlərini at bura. Ehtiyatdan. Mən yuxudayam. Yoxsa bu Sən yoxu görürsən. həqiqətdirmi? Əlişqa kitabla. Bunun hiç olmaz. Şok, şok, şok. Yəni, Buyuruyor ya. Şey kimi, evden kimi kitabana düşmüyor ha. hamısını oxsam bütün ağacların, heyvanların, quşların dilim biləcək. Mən oxumuşam. Oxu məni. Sən oxu məni. Buraları. Deyirsən, sən mən oxumamısan. Buranı öyrənmişəm. Fidan bu 10-cu sinif şagirdin uşağıdır.